Burada tarixin addımları ilə müasir dünyanın ritmi iç-içədir. Qədim qalalar və modern binalar bir çayın Dunayın iki sahilində görüşür. Buda və Peşt biri keçmişə, biri gələcəyə baxır. Avropa İttifaqının üzvü olan Macarıstan böyük qitənin içində öz yolunu tapmağa çalışır. Amma bu çərçivədən kənara çıxmaq o qədər də asan deyil. Bugün Macarıstan Avropa İttifaqına üzv olan ölkələrdən də öz müstəqil siyasətini yürütməyi bacarır. Nə ölkəsinin xeyrinədirsə o addımları atır və nə də ziyanınadırsa o addımları atmaqdan da çəkinir. Macarıstan siyasi cəhətdən hər zaman Azərbaycanı dəstəkləyib. Onun ərazi bütövlüyünü tanıyıb. Xüsusilə Qarabağ müharibəsində biz Avropadakı tənqidi fikirlərə baxmayaraq Azərbaycanın yanında olmuşuq. Çətin günlərin isə həmişə sadiq dostları olur. Azərbaycan kimi. Bir zəng, bir söz, bir dəvət kifayətdir. Mayın 20-sində Budapeşt diplomatik dialoqların deyil, həm də dostluğun səhnəsinə çevrilir. Azərbaycan prezidenti İlham Əliyevlə Macarıstanın baş naziri Viktor Orban arasında əvvəlcə məhdud, sonra isə geniş tərkibdə görüşlər reallaşır. Mikrofonlar yoxlanılır, kameralar anı tarixə çevirməyə tam hazırdır. Liderlər yalnız iki tərəfli münasibətlərin gücləndirilməsinə deyil, həm də Azərbaycanla Ermənistan arasında davam edən dialoqun önəminə diqqət çəkirlər. Ermənistan konstitusiyasında bugünə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu olduqca vacib bir məsələdir. Azərbaycanın xarici siyasət istiqamətlərindən biri də Avropa İttifaqına üzv olan Macarıstanla əlaqələrinin daha da inkişaf etdirilməsidir. Təkcə siyasi və iqtisadi baxımdan yox, eləcə də enerji və təhlükəsizlik aspektindən. Elə mətbuata birgə bəyanatla çıxış edən Azərbaycan prezidenti və Macarıstanın baş naziri bunu bir daha vurğuladılar. Bugün Macarıstanın paytaxtı Budapeşt Türk Dövlətləri Təşkilatının bayraqları ilə bəzədilib. Bunun da səbəbi var, çünki Macarıstan Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi zirvə görüşünə ev sahibliyi eləyir. Varket Bazar, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü məhz burada keçirilir. Qapıda ev sahibi Viktor Orban dəyərli qonaqlarını qarşılayır, xüsusi hörmət və ənənə ilə. Prezident Azərbaycanın artan tranzit rolu və strateji nəqliyyat layihələri ilə Orta Dəhlizin əsas halqasına çevrildiyini qeyd edir. Limanlar böyüyür, yollar uzanır, hava limanları yeni üfüqlərə açılır. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə gəldikdə Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə və Özbəkistanın adını çəkə bilərik. Türkmənistan və Şimali Kipr Türk Respublikası isə burada müşahidəçi qismində iştirak edir. Macarıstan da 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakını təsdiqləyib. Budapeştdə imzalanan bəyannamə Türk dövlətlərinin ortaq dəyərlərə sadiqliyini bir daha əks etdirir. Nobel mükafatı laureatı Əziz Sancara təqdim olunan Əlişir Nəvai mükafatı isə elmi və mənəvi birliyin simvoluna çevrilir. Benim için çok önemlidir. Türk dünyası için çok önemlidir. Türk dünyasının birliği için çok önemlidir. Qərarlar verildi, indi isə masada səmimi söhbətlərin və dostluğun havası hökm sürür. Səfər başa çatır.
Prezident nəticələrlə geri dönür. Macarıstan mediası isə qısa, dolğun xəbərlərlə bu izləri canlı saxlayır. Sonda isə Budapeştdən sizə dünyaya açılan pəncərədən salamlarımız belədir. Əməkdaşlıq, inam və dostluq.